Агата завди дус эй қариб муҳма ихтилат иза вирик ацурай Агата завди дус эй қариб муҳма ихтилат иза вирик ацурай Иҷиреми сарихтик тесаяр Раханки васанай зи халқ агурай Иҷиреми сарихтик тесаяр Раханки васанай зи халқ агурай Зиза халқ дикай сая халқ дикай Harsa çalsa şirin bayat halk dikay Zizaka halk dikay, sayak halk dikay Harsa çalsa şirin bayat halk dikay Zizaka halk dikay, sayak halk dikay Harsa çalsa şirin bayat halk dikay Zikıçkır ziyemin sayak halk dikay Vas haber aturay surak aturay Zikıçkır ziyemin sayak halk dikay Vas haber aturay surak aturay Vas kökay gafiza ey qarib muhma Arxaya sazdayim ziçal ziluqma Vas kökay gafiza ey qarib muhma Arxaya sazdayim ziçal ziluqma Vatanin koner algıday kıdiman Avatana masasa halk çağırar Vatan din koner algıday kıniman Avatana masasa halk çağırar Zizaka halk dikay, sayak halk dikay Hasat çalsa şirin bayat halk dikay Zizaka halk dikay, sayak halk dikay Harsa çalsa şirin bayat halk dikay Zizaka halk dikay, sayak halk dikay Harsa çalsa şirin bayat halk dikay Zikıçkır ziyemin sayak halk dikay Vas haber aturay surak aturay Zikıçkır ziyemin sayak halk dikay Vas haber aturay surak aturay Vas haber aturay surak aturay Vas haber aturay Surak aturay
sizinlə Samur qəzetinin yubileyinə yanaşmış. Azərbaycanın ilk ləzgi qəzetinin nəşrə başlamasından düz 20 il ötürü sizi bu münasibətlə təbrik edir və məclisimizi açıq elan edirik. Из Питера, Яра Густав, Мухманар, Самур газет Талгин Галайбов. Азербайджанның Елизге журналистика институты Чеборгны, Кадиса, юбилей Кеп-Галазбейда, очень пыталась Сувария. Добрый день, дорогие гости, читатели и почитатели Самура. Сегодняшний наш вечер будет трехязычный, как наша любимая газета. Вы же не против? Нет. İlk sözü Samur Ləzgi Milli Mərkəzinin sədri Şahid Həsənova verir. Hörmətli xanımlar, cənablar, dostlar, qonaqlar. Qaragəni, İstaya, Baxa, mehmanlar. Уважаемые гости, друзья, братья, bugün biz 20 yıl bundan evvel ilk qədəmlərini qoymuş, hamımızın sevimlisi, Ləzgi Mədəni Mərkəzinin Samur qəzetinin yubileyini qeyd etmək üçün yığışmışıq. 20 yıl ərzində Samur qəzeti Respublikamızın nüfuzlu mətbu orqanlarından birinə çevrilib, qəzetin abunçilərin sayı gündən günə artır, coğrafiyası genişlənir. Ulu Öndər Heydər Əliyev rəsmi bəyanlarında, bitlərində mətbuata böyük qiymət verir və dəfələrlə deyir ki, Azərbaycan çox millətli ölkədir və bununla biz fəxr edirik. Heydər Əliyev siyasetin layığınca devam eden Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev ölkəmizdə yaratdığı əmin-amanlıq və alverişli şərait bizə milli mədəniyyətimizi, milli mətbuatımızı daha da inkişaf etdirmək imkanı verir. 3 dildə Ləzgi, Azərbaycan və Rus dillərində çıxan Samur qəzeti Ləzgilərin mədəniyyəti, incəsənəti, adət-ənənələri, tarixi, təhsili, xalqlar arası dostluq əlaqələrini işıqlandırır. 100-dən çox rubrika açan Samur qəzeti son illər böyük oxucu rəğbətini qazanmış Respublika maraqlı qəzetlərindən birinə çevrilmişdir. Ləzgi Mədəni Milli Mərkəzi heyəti adından 20 illik bayramı münasibətilə Samur qəzetin kollektivini və şəxsən redaktoru Sədaqət Kərimovanı ürəkdən təbrik edirəm. Can sağlığı və öpəkəyliklər arzu edirəm. İndi isə Samur qəzetinin redaktoru Sədaqət Kərimova səhnəyə çıxacaq. Günaydın, əziz dostlarımız. Hoş gördük sizi, əziz qonaqlar. Добро пожаловать, дорогие наши гости, наши друзья. Samur qəzetinin 20 illik yubileyinə bu cür mütəşəkkil şəkildə gəldiyinizə görə sizin hamınıza ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Novruz bayramı ərəfəsində sizinlə görüş bizim üçün olduqca xoşdur. Samur qəzeti təkcə Samurun kollektivinin qəzeti deyil,
Samur qəzeti Ləzgi xalqının qəzetidir. Samur qəzeti Azərbaycanın çox millətli xalqının qəzetidir. Biz bundan qürur duyuruq. Bizim qürur hissimizi biraz da qanadlandıran sizin bura gəlişinizdir. Siz bu zala çox gözəl yaraşıq verirsiniz. Mən sizə ürəkdən minnətdarlıq vermək istəyirəm. Közün çalan xeyrar, can xayi vur. Xayi çalan tərsib xüzvay vur. Didə çalan aqatsvay, jisamur qazetin ök xüzvay vur. Çinaturay, равaturay. Газета «Самур» – детище независимого Азербайджана. Показатель демократических преобразований, показатель толерантности в нашей республике. «Самур» – первая ласточка лезгинской прессы суверенного Азербайджана. Газета начала свою деятельность в 1992 году как орган одноименного нашего лезгинского национального общества. Первым его редактором был наш замечательный писатель-журналист Фирус Бадалов. Затем газетой стал руководить Нураддин Габибов. Bizə qəzetə rəhbərlik etmək çox çətin bir dövrdə tapşırıldı, 1997-ci ildə. Bu elə bir il idi ki, qəzetin abunəçilərinin sayı demək olar ki, minimuma enmişdi. Qəzetin dayaqları demək olar ki, yox idi. Dövlət tərəfindən asaylı xalqlara göstərilən yardım dayandırılmışdı və Samur qəzeti redaksiyasının heç nəyi yox idi. Nə otağı, nə maddi texniki bazası, heç nəyi. Bir dənə möhürü var idi və biz elə çətin bir dövrdə Samur qəzetinin nəşrinə başladıq. Lezgi İhtisam Misalovaydı, halda Çekinva layıqlı sevgiyəli. Çinan Çekinvlə buna, kısa Isit Açağızovçı Çirkana, Kapil Xaqaçına, Ço Egeçanıcı Xalq Mədəniyə, Çal, Jiyadekar, Alayız, Habur Ciriz, Habur Jixaliz Cirkiz. İnkarda ji Şizvayburu, İnkarda ji Elzvayburu, İnkarda ji gazeti tərsib Xüzvayburu, Çıkarala ji jurnalisti Çazvuru. Samur yarandığı gündə Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasına, onun həqiqətlərinin, nailiyyətlərinin oxuculara çatdırılmasına xidmət edir. Biz Respublikanın qədim xalqlarından biri olan Ləzgilərin etnik mədəniyyətini təbliğ edir, onun dilinin, adət-ənənələrinin, etnografiyasının qorunub saxlanmasına xidmət edir. Doğru Ağaçıqda tarix Ağaçı xalq şəbəç. Bu Ləzgi xalq misalının tərcüməsi belədir. Köksüz ağac, tarixsiz xalq olmaz. 20 ildir ki, biz sizin ürəklərinizdə vətən, xalq sevgisi cücərdirik. Sizə kökə bağlanmaqlı, öz milli mənəvi dəyərlərinizlə fəxr etməyin sevincini yaşadırıq. Qəzetimizin 20 illik tarixinin yazılmasında hər birimizin rolu olmuşdur. Sizin diqqətiniz, bizə verdiyiniz qiymət olmasaydı, biz bu işin ötəsindən gələ bilməzdik. Siz bizə inam və qətiyyət verdiniz. Biz sizdən güc və qüvvət aldıq. Bu sarsılmaz ittifaqın nəticəsidir Samur qəzeti. Yoxsa dövlət yardımı və konkret sponsoru olmayan bir qəzeti yaşatmaq olduqca çətin olardı. Xoşbəxtdir ki, sizin kimi sabit qədən və etibarlı oxucularınız var. Bugün ilk növbədə Samur qəzeti kollektivinin bayramıdır. Mən sizə bir sir açım. Samur qəzetinin kollektivi 16 ildir eyni insanlardan ibarətdir və 16 ildə bizi tərk edib gedən bir əməkdaşımız da yoxdur. Əksinə bizim gənc əməkdaşlarımızın sayı artır. Bu, Müzəffər Məlik Məmmədov başda olmaqla böyük bizim yaradıcı kollektivimizin bayramıdır. Mən əlbəttə bizim tədbirimizin bir nöqtəsində bizim kollektivimizi sizə təqdim edəcəyim və siz onları yaxından tanıyacaqsınız. Ona görə onları bir-bir sizə təqdim etmirəm. Bugün bu zala bizimlə sevincimizi bölüşməyə Bakıdan, Sumqayıtdan, o cümlədən Azərbaycanın 7 bölgəsindən qonaqlar gəlir. Mən ilk növbədə Qəbələri qonaqlarımızı salamlamaq istəyirəm. Qəbələdən bura böyük bir nümayəndə heyəti gəlir. Və az və çox 22 nəfərdən ibarət Qəbələnin ən adlı sanlı ziyalıları, ən gözəl insanları. Bura İsmailinin
kəndindən, bizim redaksiyamızın yaxından dost olduğu bir kənd var. Olduqca gözəl bir kəndi və olduqca gözəl insanları olan Ləzgi kəndidir. O kəndə böyük nümayəndə heyəti gəlib bura. Onları salamlayın, xahiş edirəm. Bizim tədbirimizə mənim doğma Qusar rayonundan çoxlu insanlar gəlib. Mənim xətrini həddindən artıq istədiyim və illər boyu bizə arxa olan insanlar gəlib. Əgər xüsusda mənim doğma kəndim Həzirədən bura böyük bir nümayəndə heyəti gəlib. Mən xahiş edirəm, onları ayırsınlar. Və bizə hamıdan çox yardımcı olmuş, bizi həmişə, necə deyərlər, dağ kimi bizə arxa olmuş Xaçmazlılar buradadır. Xaçmazlıların böyük nümayəndə heyəti buradadır. O cümlədən bizim tədbirimizdə Oğuzdan, mən bilirəm 5-6 insan gəlib, biz dəvət etmiş, onlar gəliblər. Oğuzdan, Zakatalıdan, Ağdaşdan 2 qonağımız var. Və o cümlədən mən minnətdarlıq etmək istəyirəm bizim jurnalistlərimizə. Bu zalda çoxlu jurnalistlər var. Marçqaladan da bizim gələm yoldaşımız, Ləzgi qəzetinin əməkdaşı gəlib. Mən məmnuniyyətlə onu qeyd etmək istəyirəm. İnşallah özü çıxış edəcək, siz ondan yaxından tanış olacaqsınız. Samur bizim üçün olduqca doğma addır. Samur qəzetinin adını hardan götürmüşük? Azərbaycanla Dağıstanın ərazisindən bol sulu bir çay axır, Samur çayı, bizim sevdiyimiz çay. Bizim Azərbaycanı və Dağıstanın torpaqlarını mümkünləşdirən bir çaydır. Və bu çay iki xalq arasında dostluğun rəmzidir. Biz həmin rəmzi özümüz üçün rəmz seçmişik və bizim məqsədimiz Azərbaycanda dostluq və beynəlmiləlçilik ideyalarını təbliğ eləməkdir. Biz Müzəffər müəllimlə ilk gündən beri qərara gəlmişik. Qəzeti 3 dildə buraxaq. Çünki ancaq öz dilinə qapanmaqla, ancaq öz dilində danışmaqla sən xaricə çıxa bilmirsən. Və həm də biz bununla görüşlər demişkə bir reverans elədik. Biz sübut eləmək istədik ki, biz 3 dildə qəzet buraxa bilirik. Biz 3 dilə peşəkarcasına münasibət bəsləyərək, 3 dili sevərək, çünki bu dilləri sevməmək mümkün deyil. Ləzgi dili bizim ana dilimizdir, biz o dili qoruyuruq. Azərbaycan dili dövlət dilimizdir, biz ona səcdə edirik. Rus dili bizim aramızda ünsiyyət vasitəsidir və biz bu Rus dilinin ideyaları üzərində formalaşmışıq. Və bu 3 dili heç cür bir-birindən ayrılmaq olmur. Ləzgilər ümumiyyətlə tarixən elə xalqdır ki, onlar bir-biri ilə 3 dil vasitəsilə əlaqə saxlayırlar. Və biz onu öz qəzetimizdə də bunu qabarıq olaraq göstərmək istədik. Bizim məqsədyönlü fəaliyyətimizdən biri Ləzgi dilinin təmizliyinə nail olmaq olub. Və biz böyük bir məktəb yaratmışıq bu sahədə. Mən bugün 20 il keçəndən sonra bunu fəxrlə deyə bilərəm. Biz Ləzgi danışıq dili ilə Ləzgi ədəbi dili arasında paralellər apararaq, əcnəbi dillərdən onu təmizləyərək, sırf təmiz bir Ləzgi dilinin yaranması konsepsiyasını hazırlamışıq və konsepsiyanı uğurla davam edirik və bizim olduqca çoxlu ardıcıllarımız var. Bizim keçirdiyimiz ədəbi bədii gecələr, dəyirmi stollar, bizim Ləzgi dili dərslərində məhz həmin məsələləri işıqlandırır. Bizim geniş fəaliyyətimiz sayəsində Azərbaycanda və kənar respublikalarda, xarici dövlətlərdə olan deməli, bizim diasporalarımızla geniş əlaqələr yaratmışıq. Bizim ən sıx əlaqələrimiz Türkiyənin Balakisir bölgəsi ilə, oranın ləzgiləri iləndir. O cümlədən Ankara bələdiyyəsi ərazisində yaşayan bizim həmvətənlərimizlə əlaqələr yaratmışıq. O cümlədən Tataristanın Nabirjinin Çılın şəhərində böyük bir ləzgi diasporu var. Onlarla bizim böyük dostluq münasibətlərimiz var. Qazaxıstanda, Özbəkistanda və bir çox ölkələrdə. Bizim apardığımız işlərdən ən əhəmiyyətlisi əlbəttə dünyanın ləzgi dili ilə məşğul olan Qafqaz-şünasları, ləzgi-şünasları ilə sıx əlaqələr yaratmaqdır. Və biz fəxr edirik ki, həmin adam bizim redaksiyanın ən tez-tez bizə baş çəkən və bizimlə əməkdaşlıq edənlər həmin lingvistlərdir. Mən Avstriyalı Marianna Merle-Blor, Almaniyalı Martin Dillik, Martin Fass-Tilman, Amerikalı Yohana Kijoran və olduqca çoxlu belə lingvistlər var ki, onlar çox maraqlıdırlar ki, bizimlə əməkdaşlıq etsinlər və öz axtarışlarını, öz tədqiqatlarını Məstəmur qəzeti əsasında formalaşdırmaqda onlar da maraqlıdırlar. Biz o cümlədən ləzgi dili ilə məşğul olan peşəkar alimlərlə böyük əlaqələr yaratmışıq. Bizim çoxlu proyektlərimiz var.
Əlbəttə, bütün proyektləri biz həyata keçirə bilməmişik, amma mən sizi əmin edirəm ki, yaxın vaxtlarda siz olduqca maraqlı proyektlərlə tanış olacaqsınız və proyektlər sizi olduqca böyük sevincilər bəxş edir. Bugün fərqlə qeyd etmək istəyir ki, abunəçilərimiz arasında müxtəlif millətlərin nümayəndələri var və bu bizim ən böyük qazancımızdır. Həmin abunəçilər həm də bizim dostlarımızdır. Biz Azərbaycan həqiqətlərinin 3 dil vasitəsilə, Azərbaycan ləzgi və rus dilləri vasitəsilə dünyaya çatdırılmasında maraqlıyıq. Sizi bizim əlamətlər yubileyimiz münasibətilə və qarşıdan gələn gözəl bayramımız, Novruz bayramı münasibətilə təbrik edirəm. Qoy sizin ürəklərinizdə həmişə sevinç hissi olsun. Qoy sizin üzünüzdən təbəssüm əslik olmasın, evlərinizdə ruzi bərəkət olsun. Mən ən başlıcısı arzu edirəm ki, sizin ürəklərinizdə bayram olsun və o bayram sizi heç vaxt tərk etməsin. Hamınızı xoş gördük. Bizim bayramımız mübarək olsun. Mən hələlik sözü verəcəyəm. Samur qəzetinin ən böyük dayağı, Samur qəzetinin döyünən nəbzi, Samur qəzetinin yorulmaz, böyüşkən deməli yazarı, bizim tanınmış yazıcı, jurnalist, tarixçi, tədqiqatçı Müzəffər Məlik Məmmədova. Hərçi xalq-ı suvari, eski xalqın rühdür, damaqdır, çəxi var, həmişə bəniz otuc var, uşdur, həmişə yutar biriniz malumaz var, çəxi samur baçımı faralay, samur qəzetdir, Radistan yükley. Gözü suvara mübarəklər. Çinə Allah ilk bir məsələ Qarşıyanada, ilk bir məsələ Qarabağda, Çinə xalqı sif qulu Ağunada göz çalan sancız var. Sadece əxirinci ayıbnavlik Akuda yubileydi gazetler, bunda da Çinə piyano, Uşarovun sanırdı, Çalpını, Uşarovun tarih harfini alıqlıqın, Uşarovun sanırdı, etnografi dekalpını. Ancak saf faksa söz burada, mesela Çinə Akudla çiğ şairler, çiğ fədlahay, çırgıdla əsiriz dağılıq, rezki şairi, anqaqlı yaşı çala alimdir xabar avaş, ya çıkıdol biz ilka xabar avaş. Bu sitə ya Çinədə. Əlbəttə Çinə hala ki, Azərbaycan qatı yaşam insan rezgiri, alim qala, peşəkar qala, jurnalist qala, sanatçına iqala xanım. Çinə iqala xanımına da qəzetdə qan mahabilə əzaz kazanımdaki faktar doğuz kanzor. Yani çiğ faktar olacağız, a faktar tüneye gazeta kağıt var, ya çok ciz var. İlçi memlekette lezgi çav bijir muhmonar kavazı. Avle tüne ihtiyar gayet aza satbaz teriler Azerbaycan çalıldı. Kümür Azerbaycan çalıldı az var ve tüne hançılar dindelir yavuk kaldı. Aziz dostlar, bugün halkımızın bayramıdır.
Ləzgi xalqının qürurunun, iftixar hissinin rəmzi olan böyük Samur çayının adını daşıyan Samur qəzetinin 20 illik yubileyidir. Bayramınız mübarək. Ötən 20 il ərzində Samur qəzeti xalqımızın tarixi, mədəniyyəti, dili ilə əlaqədar hansı tali yüklü məsələləri qaldırıbsa, onları 2 gün əvvəl buraxdığımız yubiley sayında geniş vermişik. Ona görə istərdim sizin nəzərinizə qəzetə 3 mənbəz faktları çatdırım və bu sizə həmin faktlar göstərəcək ki, Samur qəzeti ancaq yazmaqla məşğul olmayıb. Köhnə Sovet dövründə belə bir məsəl vardı. Yəni, onu Lenin sözüydü, o yazırdı ki, qəzet kollektiv təşkilatçı, təbliğatçı və təşviqatçıdır. Bu mənada biz həmin 3 funksiyonu yerinə yetirmişik və faktlar da bunu göstərəcək. Samur qəzeti sözün əsl mənasında elm, yaradıcılıq mərkəzinə çevrilir. İnanın, bizə o qədər xaricdən qonaqlar gəlir ki, hamı da Samur qəzetinə gəlir. Yaxşı ki, bizim də yazarlarımız 3 dillə yanaşı, həm də İngilis dili və fransız dillərini də bilirlər. O cür qonaqlarımız da gələndə sınavçı tutuqları da cavab verir. Xahiş edirəm ki, dəlillərə, Azərbaycanca oxuyacağım dəlillərə diqqətlə fikir verəsiniz. Və onda görəcəksiniz, Samur qəzetinin fəaliyyəti nədən ibarət olur. Ötən 20 il ərzində aşağıdakı bir sıra tədbirləri həyata keçirmişik. Ləzgi ədəbiyyatının görkəmli nümayəndəsi Yetim Eminin 162-lik yubileyi ərəfəsində jurnalistlərimiz Dağıstan Respublikasının alimlərinə, yazıçılarına və jurnalistlərlə müraciət edərək şairin həyat və yaradıcılığı ilə bağlı bəzi mübahisəli məsələlərin aradan qaldırılması üçün təkliflərini verdilər və 1999-cu ilin iyul ayında Süleyman Stas İrayından Alamışə, indiki Eminəköy kəndində şairin abidəsinin açılışında iştirak etdilər. Həmin il Dağıstan arxivlərində 1942-1908-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş, görkəmli dövlət xadimi Əziz Əliyevin fəaliyyəti ilə bağlı axtarışlar vardır. Üzə çıxardığımız yeni materiallar əsasında onun müharibə illərində milli dillərin mədəniyyətlərin inkişaf edilməsi sahəsində böyük xidmətləri haqqında məqalələr dərc etdik. Burada bir haşiyə çıxmaq istəyirəm. Amma bilir ki, bizim Dağıstandan qonaqlarımız var, onları salamlayırıq, sağ olsunlar, gəliblər Dağıstan mətbuatında bizim tədbiri işıqlandırmaq üçün. Dağıstanın kəndlərində mən çox olmuşam. Elə kənd, elə ev yoxdur ki, orada əzzəliyi sevməsinlər. Bilirsin niyə görə? Səbəblər çoxdur. Məsələn, bir səbəbi deyim ki, müharibə illərində 1944-cü ildə Dağıstanda pedagojik institut açdırır və orada milli dillərdə fakültələr yaradır. Təsəvvür edin, müharibə gedir. Və o vaxtı Yaşlar Briqadasını cəbhəyə yola salanda briqadaya Xürük Tahir, Dağıstanın xalq şairi, rəzi şairi rəhbərlik edirdi. Əzizlərim soruşub ki, siz ana dilində qəzet, jurnal, kitab götürmüşsünüz özünüzdən. Həmzət Sadasa deyir ki, mən götürməmişəm. Onu təzədən qaytar evə, gedir avarca ədəbiyyat götürür, gəlir. Yəni, əzizlərim və müharibə illərində milli dillərin inkişaf etdirilməsinə, mədəniyyətlərin inkişaf edilməsinə qağı göstərir. Bu böyük faktdır. Mənim post-sovet məkanda o dövrdə milli dillərə belə qağı göstərən olmuyor. 1999-cu ildə əməkdaşlarımız əslən Dağıstan Süleyman Stas rayonundan olan Azərbaycan milli qəhrəmanı Famil İskəndərovun təhsil aldığı Bakının Günəqədi rayonunun 157 sayılı məktəbində qəhrəmanı muzeyinin yaradılmasına kömək göstərdilər. 2000-ci ilin aprel 20-sində Rəşid Beybulovun Dövlət Mahnı Teatrında Samurun 100-cü sayının işi üzü görməsi əlaqədə böyük tədbir keçirildi. Həmin tədbirdə hökumət nümayəndələri iştirak etdilər. 2000-ci ilin iyulun 17-sində Samur qəzeti redaksiyası Həsən bəy Zardabı adlı dünya Azərbaycanlılarının xeyriyyə cəmiyyəti ilə birgə Əkinçi və Dağıstan mövzusunda elmi konferans keçirmişdir. İlk dəfə olaraq qəzet dünyanın 40 ölkəsində minlərlə ləzgini yaşadığını üzə çıxarmış və ləzgilər dünyanın hər yerində rubrikası ilə 28 ölkədən məqalələr və orçəklər dərb etmişdir.
2003-cü ilin iyunun 21-də redaksiya ləzgi ədəbiyyatının böyük antologiyasının hazırlanması ilə əlaqədar təşəbbüs qaldırmış, əlaqədar təşkilatlarla və bu sahənin təşkilatlarla lazım əlaqələr yaratmışdır. 97-ci ildən ötən 4 ərzində redaksiya 14 dəyərli stol, 5 konferans, 16 oxucularla görüş keçirmişdir. 2004-cü ilin iyunun 15-də Samur qəzetinin ekspedisiyasının üzvləri Fəlakət Kərimova, İlqar və Əzimə İskafirovlar, Nizami Rüstəmov, Zeynal Ağakişiyev və Teğman Davudov Samur qəzetini və Suvar yazılmış dövrəni Şah dağının zirvəsinə qaldırmışlar. Redaksiyanın əməkdaşları tarixi mənbələrə əsaslanaraq qədim dövrlərdən 20-ci əsrədək mövcud olmuş 1830 ləzgi şəhər və kənd adlarını üzə çıxartmış, həmin siyahını qəzetdə dərc etmişdir. 1997-2011-ci illərdə 22 xarici ölkədən gəlmiş 28 dilçi alim redaksiyanın qonağı olmuşdur. Nəhayət dəqiq dostlarımızı ən çox sevindirən bir fakt, Samurun 2 əməkdaşı 2009-cu ildə Sədaqət Kərimova və 2011-ci ildə Müzəffər Məlik Məmmədov Dağıstan Respublikasının Şarlı mükafatına layiq görmüşlər. Ən böyük mükafat sizin alışlarınızdır, sizin bizə verdiyiniz qeymətdir. Sağ olun, dinlərimizə görüşürüz. İndi isə təbrik üçün sözü texnika elmləri doktoru Kamal Abdullayevə veririk. Слово предоставляется большому другу редакции, известному ученому Камалу Абдуллаеву. Hörmətli dostlar, ilk növbədə sizi həm Samur bayramı münasibətilə, həm də gələn Novruz bayramı münasibətilə təbrik edirəm və hamınızı salamlayıram, hamınızı xoş edirəm. Bugün doğrudan Samur qəzeti olaraq istər Azərbaycan dövlətinin quruculuğu barəsində, onun dövlətçiliyinin qorunması sahəsində, bizim milli adət-ənənələrinin bizə çatdırması, tariximizdəki bizə aydın olmayan, daha doğrusu bilməyən, mən misal üçün çox şeyi Samur qəzetində öyrənmişəm. Bu qəzetin fəaliyyəti doğrudan da Ruslarda bir alim olub, matematik almaq olub. Xarici indiyə kimi inanmayıb ki, elə bilib ki, onun adından bütün tədqiqat institutu işləyir. Bu qədər məhsulda alim. İndi adam inana bilmir ki, Samur qəzeti üstündə faktiki olaraq Fədakət xanımla müzəffər var. Mən ikisinə də minnətdarlıq bildirirəm, çox böyük zəhmətliyim. İlk baxışda adıma gəlir ki, mətbəyə gedib çap edirlər. Qəzet məsələsi çox mürəkkəbdir, hər cümləyə görə cavab verirsin. Ona görə mən onların zəhmətin barəsində başlayıram və minnətdarlıq bildirirəm. Qəzetdə həm dövlətçilik sahəsində, həm milli dostluq sahəsində, həm tariximiz, həm adət-ənənələrimiz doğrudan da Ruslar demişkən, dostluqdur bizi ki, biz bunun sonunda çox şey qəbul edirik. Bizim mənfi cəhətimiz var, özümüzün mənfi cəhəti. Elə xüsusiz yağlılar qəzetin hazırlamasında, daha doğrusu qəzetin işinə az kimi gəlir. Bu bizim təsir qolunu almalıyıq. Mənim istəməm çox danışam, Sədaqət xanım burada dedi ki, 2 dəfədən artıq danışmayaq. Mənim bir də təklifim var. Mən nəzərə alalım ki, şair məmnunla iştirak edir. Müzəffər və Sədaqət xanım buradadır. Mənə elə gəlir ki, 20 illik münasibətilə qəzetin Qusar şəhərində dövlət orqanları birgə Samur qəzetində Kurulustunu deyək, oxucular konferansını deyək, bir məcburəli keçirsək pis olmazdı ki, Samur və dövlətçiliyi, yaxud da dövlətçiliyi dəstəkləmək bu formada. İndi bunu fikirləşmək mən Şahir Məmmədə xahiş edərdim. Yenə deyər bunu, deməli, ancaq qəzet hal etmək düzgündür. Yaxşı olardı ki, eyni zamanda rayonun
öğretim konularında iştirak eləsin ve bunun bu barədə belə gəlir ki, yaxşı olar. Mən bir daha redaksiya heyətinə Sədaqət xanımı, Zəfər bəyini həm təbrik edirəm, həm bizim milli xalqımızı təbrik edirəm, həm də müvəffəqiyyətlər arzulayıram. Bu çox mürəkkəb bir şey bilmişsiniz və doğrudan da bu çox fədakərlik tələbini qəbul oldu işi. Sizə müvəffəqiyyət. Сейчас я с удовольствием хочу пригласить на сцену председателя татарского общества «Тугантель» Гюльджан Месаутову. Я хочу зачитать поздравительный адрес. Главному редактору газеты «Самур» Садагат Хану Кудимовой. Уважаемый Садагат Хану, примите самые теплые и искренние пожелания от Республиканского общества татарской культуры «Тугантель» по случаю знаменательной даты 20-летия газеты «Самур». Какой облик газеты «Самур» имеет сегодня, это заслуга ваша, его главного редактора. Для того, чтобы опубликовать газету, самое сложное – зажечь огонек надежды в сердцах читателей. Издание никогда не гонится за сенсациями и жареными фактами, и тем не менее всегда имеет большой круг постоянных верных читателей. Она всегда выполняла просветительскую миссию, рассказывала об обычаях, культуре не только лезгинского народа, но и других народов, проживающих в Азербайджане. Именно на ее страницах поднимаются вопросы духовности, морали, нравственности. Свой 20-летний юбилей газета прошла очень достойно. Творческой команде желаем реализации планов, вдохновения, профессиональных успехов, приумножения добрых традиций, накопленных за эти годы. Дорогая Садагат Хану, несмотря на то, что коллектив «Тугантель» отнюдь не маленький, все вместе и каждый в отдельности восхищаются вашей красотой, вашей энергией, вашим оптимизмом, вашей способностью видеть перспективы и находить в себе силы достигать поставленные цели, вашему умению поднимать людей, замечать в каждом достоинство, поддерживать словом и делом. В этот замечательный день мы хотим пожелать здоровья и благополучия вам, вашей семье, оптимизма, энергии на много-много лет вперед, чтобы все, за что вы взялись, приносило вам только положительные эмоции, должный результат и веру в будущее. Бодрости, силы, терпения, любви, тепла, удачи, радости, улыбок, доброты, яркой и насыщенной жизни. Samur qəzet dadı namaq svabru lezgişinlər biza oldu. Рио хайдаркар амеки, абро газетика генеш хизмефиат почузва, интернетта веревирде изва. Гилешина лезги сайтар üçün ар, ana ünev hisseylidir, şehir dizgahıdır. İnşallah hayra, rami, samurati var. İlk dair etkileştiği inşallah kay, zanyan kay, tarih kay. Nasıl gelişmiş vakit kay. Хабар газет ранее табра жабурдайда гиланчуз абришпара байли интернет сайтларат эклерчилди. Dünyada her değişen işler var. Ezgirin kalan kayasız var. Abrin problema kahabar var. Zapre hat el ezgi çağ, ezgi medeniyet, tarihte internet saytlar açıyoruz. Абу Касат Бизоня, покуда Юпан Махтар Кутакайза, Зунсад Рани Лезги Чаландар Саракайтус. Интернет сайтара, Жуван Бурик Талазрахаз, за Жуваз Лезги Чалан Кирчен. Рик Хайдар Хами Амеки, за одноклассники Торавай, Сартина, Арадалахай Лезги Артуркали, Алай Чабос, Сибадазу, Лезги Ква. Ибрим Арада, Чи Барвановай, Зария, Алима, Medeniyet birlik uzvay kısa jurnalista muallim atma. Ablemir dank ve salama tebrik arava. Şu ibrahim hükümet daldı. Lezgi şehirliğindeki
Ezgi bir sayfası var. Hamile Samur gazetenin internet saytını sihir atıştırın olmazsa var çiğne tarikatı. Kila Samur gazetesi Azerbaycan'da valizgiri var. Dünyanın her sektör valizgiri var. Sadece internet saytına Samur gazetenin bu maç oldu. Arada bir numaraya Jaburna, anarşi, folklor dikkat, tarih dikkat, çalakay, medeniyet dikkat, para bu almadan çalışacak. İyi bilik dersimiz bilik za Çiğdok'un iştirakçıyla gazete dikkat fikirçiyla. Ama egzantru sakar ve dikkat oldu. Samur gazetenin kulakları ezgi kalar Siddiqi daha ulus var. Gazetede çıkartması var, makalayla, çalan devletli var. Yer var, bir tarih şartı var. Gazetede dizgi çalan, deh çalan kafa, bir tarihte de var. Patan çalan kafa, jezman kafa, bir patan çalan kafa, kanalda var. Sih kafa, arada zariz var. İyi karakol, grupların iştirakçıları, halk hata. İlk sezonda kulaklık, Türk'ün var, Samur gazetenin, kolektifliğin bir taz. Para mangal kanallarımız var. Zoni, Anadolu Şerik yaz. Gazeteleri kolay bu, lezgi çabaları kolay bu. Jika lezgi kolay bu biri, tebrik var, köygal kumantik aynı para kolay bu. Sağ olun. Azerbaycan Milli Elimler Akademiyası ilmi kişisi, siyasi elimler namizədi Mehmet Ağa Sərdarova söz verilir. Samur Gazetinin baş redaktörü Azerbaycan Respublikasının emektar medeniyet kişisi şahit bilgisiz Sadakat Hanım Kerim'dir. Hürmetli Sadakat Hanım, büyük ferah ve gurur hissiyle sevimli gazetimiz Samur'un 20'lik yubileyi münasebetiyle sizi ve gazetin ersiye gelmesinde emeği olan bütün insanları sevimi kalpten tebrik edip hamınıza möhkem can sağlığı, çölün koşulu ve yeni yaratıcı bulguları anlıyor. Aynı zamanda 3 yılda çıkan bu gazetenin yubileyi ile alakadar hem Respublika'da hem de harici ülkelerde yaşayan okuyucularını tebrik edip onlara firavan hayat ve doğma gazetede daha sık alaka saklanmalarını arzu ediyorum. İftiharla eğitmek isteyen Samur Gazeti baş redaktör kimi sizin ve hemkarınız istidadlı tədqiqatçı jurnalist Müzəffər Məlik Məmmədovun gergin emeği, büyük yaratıcılık aktarışları sayesinde yüksek profesyonellikle bırakılır ve ona göre halk arasında büyük hürmet kazanmıştır. Müstakillik illerinde demokrasi ve iktisadi inkişaf yolunda hayır ibadetler kazanmış Azerbaycan Respublikası'nın içtimai siyasi hayatına dair materiallar gazetimizde müntezem ders olunur. Gazete sayfalarında Kafkas halklarının tarihi, meşeti ve adet denemelerine ters edilmiş yazılara geniş yer verilir. Bu bakımdan dünyada tolerant ülke için tanınan Azerbaycan'da yaşayan gelin halklardan biri sayılan ve sayına göre hazırda ikinci yerde olan Lezgi halkının tarihi, medeniyeti, dili, edebiyatı ve meşhur şahsiyetleri barədə gazetede dərk edilen elmi publisistik məqalə ve poçiklər okuyucular tarafından büyük rəğbətle karşılanır. Gazetede bəddam qonşuların tecavüzü neticesinde doğma yurt yuvasını terk etmeye mecbur olmuş insanların hayatı, işgal olmuş torpaqların azad edilmesi için ülke rəhbərliyinin yürüttüğü siyaset, gençlerin halklar dostluğu ve vətənpərvərlik kurumunda tərbiyəsi kimi meselelerle bağlı yazılar daima öz eksini tapır. Bir sözle, gazetin yaratıcılık yapazının geniş ve rengarenk, manaklı ve mezmunlu materiallarıyla okuyucunun yüreğine yol tapabilir. Bununla bile okuyucu kimi çok isterdim ki gazetin hiç olmasa haftada bir defa çıkması için ona muvaffak köməklik gösterilsin. Gazetin vəziyyəti yaxşılaşarsa, okuyucular vaxtında informasiyalar onların sayıda terkibi artar. Hürmetli Sadakat Hanım,
mən bir daha qəzdi yubileyi münasibətlə sizi və bütün oxucularını təbrik edirəm. Məqsədiniz aydın, qələminiz iti, yolunuz işıqlı olsun. Сегодняшнюю жизнь невозможно представить без интернета. Самую важную информацию мы черпаем из нее. Приятно отметить, что обновленный сайт Самура, благодаря которому мы получаем множество ценной информации об истории языка, традиции лезгинского народа, отвечает современным требованиям. Сделан он грамотно, со вкусом, пользоваться им легко. Лучше один раз увидеть, чем 100 раз услышать. Смотрим!
сотруднику Дагестанского представительства в Азербайджане Людмиле Казиевой. В этот прекрасный весенний день, канун праздника весеннего и праздника весны, хочу от имени представителей Республики Дагестан в Азербайджане поздравить коллектив редакции газеты «Самур» и ее читателей 20-летним юбилеем и пожелать всем мира, счастья, благополучия и творческих успехов. Читая газету «Самур», ощущаешь, как благодаря неуемной и притягательной силе главного редактора газеты «Самур» Садаят Елимовой и проявлению богатой духовной культуры всего коллектива расширяются рамки познавательного кругозора. Материалы газеты «Самур» помогают нам узнать поближе, лучше познакомиться с историей, культурой, самобытными традициями, укладом жизни лезгинского народа и способствуют сохранению национальных ценностей. Эта история неразрывно связана с историей и культурой азербайджанского народа и других народов. А сколько интересного мы узнаем об исторических личностях, об мыслителях прошлого и настоящего, об ученых, об писателях, музыкантах, художниках, несших неоценимый вклад в сокровищницу мировой культуры и науки. Все это помогает нам в осмыслении процесса выявления происходящей в жизни общества на нынешнем этапе его развития. Спасибо всему коллективу за эту благородную труд. А теперь я хочу выполнить приятное такое поручение и зачитать адрес председателя правительства Республики Дагестан, коллективу редакции газеты «Самур». Сердечно поздравляю коллектив и читателей газеты «Самур» с 20-летием со дня выхода в свет первого номера. Издающаяся в Азербайджанской республике на 3 языках – лезгинском, азербайджанском и русском. Все эти годы газета профессионально и объективно информировала читателей по широкому кругу вопросов, имеющих актуальное значение для общества. Благодаря творческому труду журналистов газета неизменно несла правдивое, неравнодушное слово читателям, находившим в ней собеседника, друга, наставника, несла заметный вклад в укрепление дружбы между народами России и Азербайджана. Пропагандируя устное народное творчество, газета способствовала сохранению истории, культуры, языка, стала школой мастерства для многих известных писателей, поэтов, ученых, деятелей культуры и искусства. Объективность, профессионализм, оперативный акцент на происходящих в мире, Азербайджане, России и Дагестане событий, взвешенность суждений и социальная направленность снискали газете заслуженное уважение читателей. И сегодня культурная и общественно-политическая жизнь Азербайджана, России и Дагестана находит свое отражение на страницах газеты «Самур», востребованной читателями многих стран. Желаю коллективу редакции газеты «Самур» здоровья, благополучия и дальнейших успехов. Председатель правительства Республики Дагестан Магомедов Булат. И еще одна приятная вещь. Многолетний и добросовестный труд и заслуги в области печати Керимова Садаят Каидбековна награждается почетной грамотой правительства Республики Дагестан. Sənəyə çıxmağımdan istifadə edib, gözəl insana buradan söz verəcəyəm. Azərbaycanın gözəl bir mahnısı var. Üç dost, bir yoldaş, bir sirdaşıq biz. Bizdir arzumuz, istəklərimiz. Hər gün suları tən yara-yara, birgə gedirik biz buruqlara. Biz üç qələm sahibi, Qusar rayonundan üç jurnalist, Zəfər Məlikməmmədov, Firuz Bədəlov və Sədaqət Kərimov uzun illər boyu Sovet Kərbi qəzetində çiyin-çiyinə çalışır və bizim xəmirimiz jurnalistika ilə yoğrulur. Mən çox fəxr edirəm ki, Samur qəzetinin ilk nömrəsindən başlayaraq onu deməli, oxuculara çatdıran, ona oxucu sevgisi qazandıran
və onun təşrifkeşi olan Firuz Bədəlov bizim dəvətimizi qəbul edib bu məclisə gəlir və məmnuniyyətlə onu söz vermək istəyirəm. Казвиридас суара мубаракой. Газитни суара мубаракой. Суара халк biz gerektir. Jihal ni akura ki har yok suarın öyle olsun jihal suar zayıf halk yani. Söz madde suara mubarakoy. Samur gazet başlamış ay. Sat ha kolektivda Allah ha kısari ukul wat kastin kar kastan. Habur avaz bagina. Habur koçal tarafda közgür zubar kodava. Kamran Kurbanali. Bilal Acilov. Jalal Jalalov. Ermin Milibetov. Самой газетный царь большой шага, юзичная эстафета угана ксарет. Чому Россия эстафета для мунтузу аксарла сарай бор гална край, чан сарай, и для клуб хат на чемпионат край. Зазматный самурат Лусканзуа, ювакур юхурати читалды, и сахнеда масса сахнеда. Лезгири телеканал ди юбилей, Лезгири радиоканал ди юбилей. Təbrik üçün Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Azərbaycan bölməsinin sədri Meyvalı Ələsgərova söz verir. Hörmətli xanımlar və cənablar, gördüyünüz kimi müstəqil tərəf etmiş Azərbaycan xalqı ilk günlərdən başlayaraq müstəqilliyin həyata keçirmişdir. Əvvəlki prezidentlərimizdən Əbülfət Ölçü Bey mühüm bir qərar imzaladı milli azadlıqlar haqqında və o vaxtdan da Samur Milli Məkəniyyəti yaradıldı və onun mətbuat olduğunu Samur. Həqiqətən bu keçən baxmayaraq uzun müddət yol keçir. Onun ilk redaktoru Saçıq Şəhəri orada restoran çıxıb getmişdi. İkinci redaktoru isə qeyri-mütəqs qalib olmuşdu. Və bu cəhətdən bizlər deməli bu peşəkar redaktör meselesi ortaya çıkmıştır. Samur Milli Məkəniyyəti Riyasət Heyəti Sədaqət Kərim dəvəti. Çox sağ olun Sədaqət xanım, dəvəti qəbul etdi. Sən də üstün əhtimalı əllərdə oldu. Gördüyünüz ki, ümumiyyətlə mətbuat, təbliğat təşkilat olan məhz Samur Qazi dilimizin, ədəbiyyatımızın, incəsənətimizin, milli adət-ənənənin inkişafında və onları xalqa çatdırılmasında mühüm rol oynayır. Hörmətli Sədaqət xanım, sizi, sizin kollektivinizi, yubiley münasibətidir, sənin qəlbini təbrik edir, sizə can sağlığı, uzun ömür arzum. Arzum budur ki, daha da inkişaf etməlisiniz və bunun qələtin hardasa 100 yıl qeybin edəsiniz. Hörmətli dostlar, icazə verin, sizin kimlər, bütün ailələrinizi qabaqdan gələn şəhərin ən büyük bayramı olan Novruz bayramı münasibət təbrik edin, sizə can sağlığı, uzun ömür və günün xoşluq arzudur. Bahar kimi həmişə təyyarətdə olasın. Sağ olun. Как мы заметили, редакция газеты «Самур» тесно сотрудничает с творческой молодежью. У нас в последние годы сложились дружеские отношения с ней. А теперь на сцену выйдет яркая представительница этого круга, ответственный секретарь газеты «Известия» Лейла Амирова. Она приготовила для нас сюрприз. Встречайте. Уважаемые гости, уважаемые Садагатхан, Зафарнадин, поздравляю всех нас вместе со столь важной датой, с выпуском газеты «Самур». За это произошло очень много событий. Многие газеты, как журналисты это все прекрасно знают, многие газеты закрылись. Кто-то потерял тираж, кто-то читателей. Самур удалось преодолеть эти трудности благодаря творческому тандему, именно Зафарнадина и Садагатхану. Сегодня поздравляют лезгины не только из Баку и из Кусаров, к ним хотят присоединяться также и лезгины, которые живут за рубежом. Газета «Самур» благодаря ее сайту стала своеобразным мостом для выхода за рубеж. Сегодня лезгины хотят представить вам свои видеообращения, они долго думали, что сделать, как обратиться к читателю, к Садагатхану, к Зафарнадину.
Обратились самые разные люди, предприниматели, обычные люди, студенты, молодежь. Сегодня они хотят все вместе поздравить Самур в общем видеообращении. Давайте посмотрим. İqrami Suvar gazetinin kollektivi va Sadaqat xanım. Zaten zirgin qanday tebrik so'zi ilgin yubiley qanday faqat savan yubiley. Zaten arzuyuz ki sizlar para yubiley keçirmiş taqara kuray. İnci yubileyji veli xalqi Suvar. Zajvan tarça dünyada va veri dizgiri tarça Samur gazeti yubiley tebrik so'zi. İldan çıxya qalqına arzuyuz mu? Hava tarqıyız. Redaksiyada var bir canar sakray. Yok aktin yok ki tekst Azerbaycan'da var. Dünyada masa ülkelerini çalak. Samur gazeti elde imkan koyacağız. Sağray. Юбилей mübarek kuray. Samur gazeti viş yesicada yok kuray. Gazete redaktör Sadaqat Kerimovitis para ansağray. Salam Arkurayacı xalq deyiz. Zon Tarlan Çigniyev, Türkiye'de İstanbul şəhərdəki Əlzivay, Qolaqsvay Lizgiya, hürmətli Lizgiyar, Samur Gazetli kollektiv və Samur Gazet Əlzivay bor. Çö Samur Gazetin yubiley, qad isan tamam yukun, mübarək sıva. İn veri isara, Samur Gazetli Əlzivay bor ki, общество patal, laf vacibli mətləbə jürə-bəcürə məsələlər al peşəkər vildi, və haqiqat veli xün aldı, xabardar iz xanıva. Samur Gazet lezgiç alan Mihival Xuzvay və am vilik Xuzvay veridlani xısan jengçiya. Çünki Xuzvay in zəhmətar, havaya təfiray. Allah çöz həmişə kömək kuray. Çöz madan iqad isan yubiley təbrik sıva, idlani xısan alaqlar talabızıva sağray. Ассаламу алейкум, земляки. Я администратор этнокультурного портала Шерликом. Шерликом — это сайт, который существует больше 10 лет. Основными нашими пользователями является прогрессивная молодежь, которая проживает за пределами Родины. В основном это жители России и Европы. Мы очень тщательно следим за новостями с Родины. И в этом деле газета «Самур» и ансамбль «Сувар» для нас являются основными источниками информации музыкальной. Мы хотим поблагодарить коллектив культурного центра «Самур» за ваш большой вклад в дело развития родной культуры и поддержания родной культуры на таком высоком уровне. Трудно оценить значение того вклада, который вы внесли в дело развития культуры. Большое видится с расстоянием, поэтому следующим поколениям предстоит оценить то влияние, которое оказала ваша деятельность на современное лезгинское общество. Группа «Самур» является в настоящее время флагманом родной культуры. Это лучший коллектив по нашим оценке, а у нас собираются на форуме большие знатоки родной культуры. По всеобщему мнению, группа «Самур» является лучшим коллективом. Доказательством этому является вот тот концерт, который прошел в Москве в прошлом году, прошел с большим успехом. И мы очень надеемся, что в ближайшее время группа «Сувар» еще раз приедет в Москву, и мы увидим их творчество еще раз. Отдельно хотелось бы поблагодарить руководителя газеты «Самур» и ансамбля «Сувар» Сидагит Ханум. Сидагит Ханум, мы очень рады, что мы с вами знакомы, сотрудничаем. Надеемся, что нам с вами удастся сотрудничать еще в будущем. Желаю вам долгих лет жизни и сил, чтобы творить больше. А мы со своей стороны постараемся вам помочь. Можете всегда на нас рассчитывать. Успехов вам и удачи! Салам, Лезгияр!
Зо Мадатханова Лейла, зо USA Айова штатова, зо жив Азербайджан'dayım. Zaten veri lezgiyer tebrik arzva. Samur gazetis emek kana veri insanız. Para tebrik arzva. Çan sahutine lezgiyeriz iza kümek dayak sadanyamunadır. Siz bir de baza Novruz bayramı çan sahu. Sağra lezgiyer. Sağra lezgiyer. Приглашаем на сцену члена Союза журналистов России, заслуженного деятеля искусств Дагестана, собственного корреспондента республиканской лезги газет Кахиман Ибрагимов. Kes assalamu aleykum. Hürmetli Can Zuamur. Dağıstan'da çinekez veri halvari batar. Çimi sana bağlanım te. Tekazırmazıva tebi ahtiçası ma bize uyup da. Sabah raf yanacağız için nurar başlığına. İma hakkın var bulakmış. Te Azerbaycan'da Lizgi çalalakatva, Rus çalalva, Azerbaycan çalalakatva, Samur gazeti jubiley keyfiva, Kadis kamankanva. Elbette Lizgi gazeti, Samur gazeti kıtaz, alakaya halmişa füzva. Yarak müşüdri ola harbile tufuzva, sada haber arbuzva, sada gazetva, materyalar, Çağrı bir numara, halk yani şu veri haberdarza hina uç vahik bilen hizmada. Zaz hissiyata yine Çin Lezgi gazeti redaksiydi, kolektifdi. Ke Samur gazeti kolektifdi. Rahurnova tebrik keliz kansıla. Hürmetli Samur gazeti redaksiyatın kolektivi. İgrabi Sedaket Kerimova, Muzaffer Melikmamedov, gazeti Stedilay Hayumovsıvar Mubarisika, Azerbaycan Respublikada Lezgidal Elzıvar Levici Bahriyar. Rikin Sitkida Çinakes Samur gazetin Kadisan bile Mubaraksıvar. Kadis in kadkan fizya, ama hihti kama. Sabah tava Baku'da lezgi çalal gazet akudun kay ancak fikir arzavay. Gilakar kriz atak nuvaydi, ağzur aldık elzavay buluz rayışkanva. Samurdi elzavay bulun patam, datana lichiz reqer atuzva. Çazçida, İhti derejde agapun köz rehat kanıcı hürmetli Samur gazeti redaksiyatın kolektivi. Gızaf olrayda geçiniz majbur kanıkıyım. Ke Samur gazet veridaz Allah ve seydi ya. Amerikin dava his, mihi hava his, aziz muhman his bilik hüzva. Elzava. Hayır yalan Amerika'ya lezzet kaçızva. Adam devlet bu bile peyran olsa. Kızvay gençlikte agaplı patal kayru çugozva. Barkalı kolektivitiz. Hayır yalan Elzavay bunu çiftçi patal küne gazeta behem mektep açık nuvayı çazıkozva. Kızmar bir barkalı ikardaylı. İttah illat oluklu. Çatker mehkem saklanma. Irak müşura tsiyi avalpınar, asira devam jada janlu retkana tanzıva. Vafalukuk samurdin artist, avakçi vikerisni rüheris, saşirin şürbetis, jüretis, mişi havakis. Lezgi gazeti redaksiyatın kolektiftin Torodikay, Ağarza Üzeyroviç Sayidov.
Hürmetli bu, sabah vaxtalar vaçı, Dağıstan Respublikası hükümeti ve halk sebrani Lizgi gazeti Qotqalıcı İsa Yubiley Qeydna. Haybiley İstavuk ez Lizgi gazeti İhtigürçe kitap okuduğu gazetika. Çılay kitap diye pişkesu. Maddi Dağıstan Dağlar Peskadaç kolektivli bana Eski dişeliğin Tavatar eski dişeliğin fatal var Meryem Ali Bey Muaddiz Gaflık Sanatı. Şadınız xeyir olsun, hörmətli sabır severler, hoş gördük sizləri. Mən sizi növbədə həm Tavatdan gələn Novruz bayramı münasibətilə, həm bizim Samurun 20 il yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Sərhanı sağlığı arzu edirəm. Arzu edirəm sizin sıralarınız bundan da gelişənsin. Bu çok sevindirici haldır ki, bizim bu Samur Qəzeti yubileyi Respublikamızın müstəqillik qazanmasının 20 ilə eyni vaxt düşüyor. 20 yıl bundan əvvəl bizim Respublikamız müstəqillik qazanmışdır. Samur Qəzetinin dialozun geniş olduğu üçün, güç dövlət çıxdığı üçün bizim Respublikamızın ictimai-siyasi həyatında bunun rolu çox genişdir. Bunu da anlamaq olmaz. Samur Qəzeti güç dövlət çıxaraq Azərbaycan, Rus ləzgi, xalqlar arasında, Azərbaycanlarla ləzgilər arasında, ümumiyyətlə, digər xalqlar arasında dostluq körpüsü rolunu oynayır. Azərbaycanda bizə sökmə lazım olan ləzgi qəzeti çıxır, biz ona fəxr edirik, öz dilimizdə oxuyuruq, yazırıq, yaradırıq. Deməli, bizim etnik dilimiz olan ləzgi dilini unutmaq təhlükəsi demək olaraq yox dərəcəsindədir. Bu özü də Azərbaycanda demokratiyanın inkişafına öyle bir sübutdur. Yəni, bizdə demokratiya inkişaf edir. Samur Qəzeti özü dövlətçiliyə xidmət edir. Samur Qəzeti çox çətinliklə çıxır. Əlbəttə, heç kəsə sir deyildir ki, maliyyə cəhətdən yardım almadan qəzet çıxara bilsin. Ancaq bizim hörmətli Sədaqət xanımımız, Müzəffər müəllimimiz onun öhdəsindən gəlir, qəzeti çıxardır və qəzet də öz oxucularının vaxtında çatır. Əlbəttə, yaxşı olardı ki, biz oxucular da özümüzdən, əlimizdən gələn köməyi, yəni kimin maddi cəhətdə imkanı var, maddi cəhətdə, kimin yazmaq, yaratmaq qabiliyyəti var, yaxşı oruç və məqalələr yazmaqla və qalanlar isə ancaq Samura adına yazılmaqla bu işin öhdəsindən gələn, yəni Samura kömək edmək. Samur, bir-iki də arzunu Samura bildirmək istəyərdim, fürsətdə istifadə edir. Mən istərdim ki, heç olmazsa Samur ayda 2 dəfə çıxsın və həm də ki, Samurda dəyinilmiş stol arxasında, yəni tanınmış ləzgilərlə oxucuların görüşü olsun və ən nəhayət yaxşı olardı ki, tezliklə Samurun maliyyə problemi həll olunsun. Sədaqət xanım, mən sizi və sizin timsalınızda hörmətli və əziz, güzel, bacarıqlı kollektivi yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı arzu edirəm. Arzu edirəm ki, sizin rəhbərliyinizlə Samurun 1-ci nömrəsi işıq üzü görsün. Samur, Samur, zi qalidir, zi baxadir, zi igidir, zi xayidir, zi seylidir, Araz Quray, Avaz Samur. Çox sağ olun. Це газет главний ідея харбовича з'яшене шінчевич. Самотне ріккана амхенвай, маса груп хістунвай взяв Gustarovача. Gila ada Afrikası dazgah udečna. Samurun Xuda şəhərindəki müftü postunun rəhbəri, Xaçmaz rayonunun adlı sanlı ziyalısı, Xursa rayonunun Kican kəndinin qədim nəsillərindən olan Zalovların nümayəndəsi Bəhram müəllimin səhnəyə dəvət edir. İqrarlı Usta Rahmanov, Xaçmaz veri, Xaçmazova Samur'da kalay biri de Samur'da kadri Samur'da hukez, Samur'da kolektiv, Hamur kez vahur, adam bir kalay biri tebrik su, abris iki agav pınar alan su. Samur'da kolektivli iki azir çıktı, çetin ve lizva, ham arada lafızla gazet çavuğa arz var.
Uçunan tek kolektif kolak görüş halk kımek mekanızı, inçetin kolak içine bir dökmek mekanızı. Çünkü buradaki kardeş bir dökmek burada. Kay jubilei do Estado dessa tinha saheira patrística unada gazetes. Jubilei do Estado dessa yaxsın gazetini alalı patrística kavunu. Medeniyet, hayır kahve, dostluk tebliğ eden sabır gazetinin kolektifine bundan sonra da uğurlar arzu ediyoruz. Can sağlığı arzu ediyoruz. Biraz da bir arzumuz da var ki sabır biraz kökelsin, bugünkü nömre gibi çıksın. Sağ olun. Qəbələdə rayon aksaktalı kimi böyük hörmət sahibi olmuş Ahmet İsmailovun adı indiyə kimi ehtiramla çəkilir. Biz fəxr edirik ki, həmin nəslin görkəmli nümayəndəsi rayonun adlı sanlı həkimi Şah İsmailov bugünkü tədbirdə iştirak edir. İndi sözü ona verir. İgrami sadakat var, müzeffer İgrami bakar staya, suara mübarekler. Çünkü bir inan sana bakını, şöyle şirin, şarj yazı. Aziz dostlar, bugün benim hayatımda çok unutulmaz bir gündü. Böyle bir məqam benim hayatıma kısmet oldu. Ki öz halkımın, ana bacılar, kardeşlerim üzbeyiz durmak, bunların karşısında söz demek, bu çok büyük mesuliyet talep eden bir mesele. Ben çok heyecanlıyım. Samur'un ne diyeyim? O kadar uca bir dağdı ki, bizim gibi balaca tepeler onun hakkında ne diyebilir? Çok kudretlidir, çok ucadır. Bugün Samur, Sadakat Bacı, Zafer Mehmet öyle bir makamdadır ki, öyle bir yüksekliktedir ki, ona çok ucaya bakmak lazımdır. Siz sağ olun, siz yaşayın ki, siz varsınız. Ben böyleyse bilirim. Siz bizim kartalımızın kanatlarısınız. Kartal kanatlarıyla uçur. Kanadı olmasa sürüner, uçabilmez. Onun iki kanadı var. Birinin adı Sadakat'tir. İkinci kanadının adı Müzeffer'dir. Siz mehkem olun. Biz sizden ilham alırız. Sizden ruh alırız. Buradan bize nur akır, enerji akır. Biz Kafkaz dağlarının eteklerinden Kafkaz etini sağlar getirmişiz size, buzalar. Size ben ne diyeyim? Siz iğneyle, torpağı eşik, iğnenin ucuyla servetler çıkartmış nehenklersiniz. Size Şeyh Şamil hasretine bakabilir. Size bizim ecdatlarımız böyle iki kalemle neler yaratmak mümkünmüş. Kılınç, top, tüfeğin, raket yaradı bilmeyen hünerleri siz kaleminizle yaratmışsınız. Ben kalemin ecazkarlığını bir daha gördüm ki kalemle neler elemek olanmış. Siz sağ olun. Ben sizi hoş geldin. Çok sağ olun. По воле судьбы эта семья вот уже 20 лет проживает в селении Шевлановка Гусарского района. Наталья Александровна преподаватель русского языка и литературы. Благодаря ее стараниям у нас появились постоянные читатели среди жителей Шевлановки. Наталья Александровна, приглашаем вас на сцену. Сегодня в этом замечательном зале собрались самые значительные люди, которые очень любят газету «Самур». И мы хотим сказать слова благодарности редактору газеты, всем членам редколлегии. И мне хотелось бы, чтобы редактор газеты Садакат Хамун сидел вот здесь, в переднем ряду, а не за занавесом. Мне хотелось бы, чтобы я видела всех членов редколлегии и сказала, это Мюзафар Мелик Мамед,
которые делают такую замечательную газету. От имени всех читателей села Шерваны Правосарского района я поздравляю с этим великим юбилеем всех членов редколлегии этой газеты за их титанический труд во славу и во благо лезгинского народа. Так получилось, что с 93-го года я живу в этом селе и работаю учительницей, потом завучем. И с тех пор тесно связана с этой газетой. Сначала я просто выписывала эту газету, а потом стала ее и сама распространять с 98-го года. Читатели нашей газеты очень ценят все выпуски этих газет. И, пожалуй, это самая настольная газета среди всех, которые когда-либо выписывали в нашем селе. Хочу сказать, что сама я не просто читаю, но и собираю все подшивки газет за каждый год. У меня есть каталог всех значительных статей и публикаций, которые меня интересуют. И работаю с ними, делаю выписки. Статьи на лезгинском и азербайджанском языках. Обычно читаю мужу вслух, и мы вместе переводим. В первую очередь меня интересует именно литературный лезгинский язык. Наши учителя по рекомендации дирекции школы обсуждают некоторые статьи из этой газеты, которые полезны для учащихся на уроках истории, литературы, родного языка. Для родного лезгинского языка газета «Самур» — это настоящий кладезь народной мудрости, пословицы, поговорки, мудрые изречения, стихи и много других сведений об обычаях, о традициях лезгинского народа, о тех замечательных людях, которые жили и живут не только у нас в Азербайджане, но и за рубежом. Газета объединяет людей, особенно поскольку это лезгинская в первую очередь газета, то она настоящее благо для детей лезгин. Хочу сказать, что очень нравятся нашим учителям прекрасные очерки Садагет Камахану о близлежащих селах, а именно простых людях, лезгинках, старых иногда, о их трудной судьбе, а также очень нравятся замечательные публикации Мирзафара Мамедова. Даже просили наши читатели узнать, где можно купить последние книги этого известного писателя. Кроме того, мы очень любим читать лирические произведения. Очень мне нравятся стихи Эсмеральды Бах, лирическая проза Фахриддина Аручева, нашего земляка, и много других замечательных публикаций. Хочу сказать, что газета «Самур», она не только нас знакомит с теми событиями, которые происходят у нас в Азербайджане, но и учит быть неравнодушными и вносить какую-то свою лепту в образование, воспитание окружающих людей. И тому пример сама Садагет Хану, не только ее титанический труд по созданию газеты, не только ее творчество, но и ее личное участие в судьбе каждого, с кем она соприкасается. Хочу привести только хотя бы один пример. Времени нет на все остальные. Несколько лет тому назад Садагет Хану помогла мне как заучу привести из посольства России в Азербайджане огромное количество, более 1500 новых книг и учебников для русского сектора, в то время для всех классов, в то время как в нашей школе почти не было в то время книг. И эти учебники на протяжении многих лет сыграли огромную роль в обучении и воспитании учащихся. Еще раз хочу поблагодарить весь коллектив газеты за то, что они доходят душой до каждого читателя.
и заставляет подняться выше простого обывателя, заставляет задуматься о многих вопросах жизни. За все за это большое спасибо родной газете «Самор». Процветания и успеха! Hörmətli dostlar, mən 15 il axırdır ki, bu qəzeti alıram və hər bir nömrəni də səliqəylə saxlayıram. Saxlamağın əsas məqsədi ondan ibarətdir ki, qoy gələcək nəsillərimiz bilsinlər ki, biz bu qəzeti necə də hörmətlə yanaşmışıq, nə kimi çətinliklərlə biz bunu əldə edilmişik və qoy bizdən ibrət dərsi götürsünlər. Bu qəzet son vaxtları bizim hər birimizin stol üstü qəzetinə çevrilir. Maraqlıdır ki, bu qəzeti bir dəfə oxumaqla biz kifayətinə bilmirik. Təkrar biz onu oxuyuruq. Ona görə oxuyuruq ki, bu qəzet bizə çoxlu şey verir, tanımayan dostları bizə tanıdır, bizim adət-ənənələrimizi bizə bir daha xatırladır. Bu qəzet biz hamımız bilirik ki, 15 il, bundan qabaq çox çətinliklər rastlaşmışıq. O vaxtı bizim hörmətli Sədaqət xanımımız bu vəziyyətini keçirdən sonra isə deməli, bizim üçün də bu iş biraz asan oldu. Çünki o vaxtları biz təbliğat işinə məşğul olanda abunəçilərin sayı az idi. İndi isə Sədaqət xanımın təkcə öz kabinetində oturması ilə yox, Sədaqət xanımın xalq arasından çıxması ilə onun xalq ilə görüşlər keçirilməsi nəticəsində. İndi isə onun abunəçilərinin sayı gördüyünüz kimi 2000-i keçir. Mənim belə bir təklifim var ki, təkcə biz bu işi Sədaqət xanımla, Müzəffər Məlik Məmmədova, yəni redaktor işlərə tapşırmaqla biz kifayətlənməməliyik. Biz bu təbliğat, təşviqat işlərində, ünvanlara çatdırılmasında, redaksiya bizi axından kömək etməliyik. Biz çalışmalıyıq ki, bizim qəzetimiz axı niyə 2000 olsun? Qoy 12.000 olsun. Daha da oxuyucuların sayı çox olsun. Qoy onlar bu maddi çətinliklərdən çıxsın. Hörmətli Sədaqət xanım, Charles Yermudov dali ki, юбилей keçirmişdir. Ji bu Özbəkistan nümayəndələri var. Ji Sovetlikdə Kutku əhatəsi var. Ji icra nümayəndədir, Vəlixan müəllimdir. İqtisam təqdimlə, hatta bir şey qoyusunuz var, bir şey qanışı, bir şey aylarlar çıxır, uşaqlar var, Ji meclisdə iştirakçıdır. Bütün yer bu rəfəri cəmaatlı torcalar, şəxsən cümat torcalar, məktəb var, axsaqlar müəllimlər, mühərbi veteranı 90 yaşlı var, bu müslümanın bayqaş, hadı torcalar, biri bunu torcalar çizginə bayram təbrik var, məhkəm can sağ var, proje vəziyyət uzun ömürlü qurayı, bir çətin bir fürsətdən istifadə edib Natalya Aleksandrovnanın deməli təklifini yerinə yetirirəm. Mən xahiş edirəm Samur qəzetinin kollektivi səhnəyə buyursun. Başda Mübariz Əzizov olmaqla, mən adları sadalayınca siz səhnəyə buyurun. Mübariz Əzizov nəşrin direktoru, nəşrin bütün çətin problemlərini həll edən bir insandır və onun təkcə bu son 15 ildə maşını ilə qət etdiyi kilometrlər hesablasaq 200.000 kilometrdən artıq və cibinin hesabına yol qət edib. Bu faktın arxasında çox şeylər dayanır. Adamı səhnəyə çıxan deyil. Bizim Müzəffər müəllimi ayrıca təqdim etməyə artıq ehtiyacı yoxdur. Siz onu çox gözəl tanıyırsınız. Bizim redaksiyamızın bel üstunu. Və hər redaksiyada belə bir ştab var. Sveşaya qalama adlanır o. Rus dilində adlanır məhz. Həmin adam mütləq qəzet çapa gedəndə gəlir, ayıq başdan son materialını
materialları oxuyur, orada səhvlər tapır. Bizdə bu funksiyanı Aziz Rimsiyevdə yerinə yetirir. Bizim redaksiyamızın deməli, jurnalistikaya vurğun bir əməkdaşı var, Roza Hacımuradova. Bu insanın doğrudan qəzetə məhəbbətini ifa etmək çətindir. Mən bizim qəzetimizin dizayneri, bizim səhifələyicimiz haqqında danışmaq istəyirəm, Qoşqar Əliyev. Qoşqar Əliyev sadə dizayner, sadə səhifələyici deyil. Texnika elmləri üzrə fəlsəfə doktorudur. Və biz fəxr edirik ki, belə bir adam bizim qəzetimizdə səhifələyici. Bizim doğru, dürüst bir mühasibimiz var, Hədisə Pirmətova. Siz indi onu görəcəksiniz. Biz bu kollektivlə bir yerdə çiyin-çiyinə 15 ildə 16 ilə keçmişik, çalışırıq. Lakin artıq redaksiyamızda gənclər çalışırlar və mən o gənclərdən birini xüsusi sizin diqqətinizə çatdıracağım. Səbinə Məmmədovadır. Mənim sağ əlim, 3 dilin gözəl bilicisi bizi bakıradır. Hamımız da bizim əməkdaşlarımızı, Hədisə xanım, Roza xanım Hacımuradova'ya almışlarken, Səbinə Məmmədova, Sevda Azizli, Müqzəfər Məlik Məmmədov, Qoşqar Əliyev. Bir də Mübarək Əzizov arkada əyləşir, o təvazökər insandan almışlar. Bilirsiniz məni, jurnalistlər çox sadə, təvazökər insanlardır. Onlar ömür boyu başqalarından yazırlar. Heç vaxt bunun müqabilində, heç vaxt yox, çox təsadüfi hallarda çox sağ ol sözü eşidirlər. Mən bu ənənəni pozacağam və istəyirəm ki, böyük məhəbbətlə onlar üçün aldığım kiçik hədiyyələri onlara təqdim edeyim. Yadımdan çıxdı. İlham Fərmanov bizə daimi qayğı duran, bizim kompüterlərimizin tayinin asılı olduğu bir adam. 16 ildir təmənnasız bizə kömək edir. İlham Fərmanov, buyurun, xahiş edirəm. Və Təşkilat Komitəsi tərəfindən Səlaqət xanımı və Müzəffər müəllimə yadigar olaraq
Biz sizinlə qürur duyuruq. Sizin ruhunuz həmişə yüksəkdə olsun. İnsan hər şeyi ala bilər. Ancaq ruhu satın almaq mümkün deyil. Siz ruhu olan insanlarsınız. Sizin ruhunuz olduğuna görə Samur qəzetinə arxa oldunuz. Və bunu mən demək istəyirəm ki, çox insanlar buradan söz deməliydi. Biz onlara söz verə bilməliyik. Uzandı məclisimiz. Çünki belə tədbirlər çox az olur. Ürəyimiz dolu hamımızın. Amma sizə demək istəyirəm ki, ləzgilərin çox gözəl bir adəti var. O mel adlanır. Melin mənası xalq iməcliyi deməkdir. Bu gün Samur qəzeti və Samur Milli Mərkəzi birlikdə bir mel keçirdi. Necə keçirdi? Samur Milli Mərkəzinin rəhbəri Şair Həsənov başda olmaqla bu mərkəz bu iş üçün can yandırdı. 2 ayda onların yuxusu yoxdur. Onlar o qədər əziyyət çəkirlər. Bir təşkilat komitəsi yaratmışlar. O təşkilat komitəsinin 4 nəfərinin adını mən xüsusi qeyd etmək istəyirəm. İmran Rzayev, Afər Əlifov, bir də Əşrəf Bağışov. Və mən bir neçə insanın da adını fürsətdən istifadə edib buradan deyəcəyəm. Bizim qəzetimizə yüzlərlə adam arxa durub. Amma ilk gündən ən axır vaxtlarda arxa duran insanlardan biri mənim qardaşım Malik Kərimovdur. Elə vaxt olur ki, tiraj qayıdır, amma mən sıxmayım deyə həmin tirajın pulunu çıxarıb mənə verir. Mənim qardaşım Ali Kərimovdur ki, onun köməyi olmasa biz heç bir fəaliyyət göstərə bilmirik. Bu insanlar arasında bizim gözəl ziyalımız Rauf Məmmədzadə var ki, həmişə ürəyi yanır bizim qəzet üçün. Və bizim qəzetə dəstək duranlardan biri bizim hörmətli ziyalımız, hörmətli iş adamı Rauf Günəşovdur. Bizə həmişə qayğı göstərir. Mən Hikmət Butayevin adını çəkmək istəyirəm. Onun xalq arasında təxəllüsü xalıdır. O xalı kimi bütün, deməli, necə deyərlər, övladlarına xalılıq edir. Yəni, xalı dayı deməkdir ləzgi dilində. Bu adam bizə doğrudan uzun illər bizə kömək edir. Və belə adamları öz hesabına bizim qəzetimizi yazıb rayonlara, kəndlərə göndərən adamlar var. Hacı Əhməd Şəfiyev kimi, Ulu Qədimov kimi və çoxlu insanlar. Mən onların hamısının adını deyib sizi yormuyum. Amma siz bilin ki, Samur qəzeti tək bizim, yəni balaca kollektivin fəaliyyəti sayəsində mümkün deyil və bizim bu böyük arxalarımız sayəsindədir. Və mən bütün qonaqlara bir daha minnətdarlıq edirəm. Küzvida zyaran sıvaran mübarək Qurayız. Müsərbaş Qurayız. Can Jmandır, Can Xayibdir. Samur qəzeti öp tuzlardır, Samur qəzeti lüf tuzlardır, xalqın lüf uzaydır. Gila indi 15 dəqiqəlik fasilə elan edəcək. Və çox maraqlı bir konsert proqramı hazırlamışıq. Uşaqlar sizdən ötürü 2 ayda əziyyət çəkirlər. Bağışlayın ki, sizi yorduq, amma ürəyiniz neyniyək ki doludur. Sağ olun.